Mən hazırda deməli Özbəkistanın Xivə şəhərindəyəm. Medianın İnkişafı Agentliyi Özbəkistanın müvafiq qurumu ilə Azərbaycanlı jurnalistlər üçün bir media tur təşkil edib. Bura tarixi yer deyil, şəhər özü tarixi olsa da bura tarixi deyil. Bura sonradan hazırlanmış, sonradan daha doğrusu inşa edilmiş turizm kompleksidir. Amma çox unikal bir yerdə yeri gəlmişkən və bir ərazidən o bir əraziyə qayıqlar vasitəsilə Bakıya gedirlər. Bakıda bir mini Venesiya var, bilirsiniz. Hardasa oranı da mən oraya da bənzəyir, yəni bu üsul yoluna görə. Amma əsl Venesiyadır, yəni bu ayrılan Venesiyanı getirsək, əsl Venesiyadır və mən deyim ki, unikal bir məkandır. Arka Kibar. Arka Kibar. Yəni çox təbiidir burada hər şey. Baxmayaraq ki, sonradan inşa olunub, amma təbiiliyi qoruyub saxlamağa çalışırlar. Və yeri gəlmişkən bu videoya görə də İsa'ya, operatorumuza dəyərli təşəkkür edirəm. Bizə çox sağ olun. Dedi ki, это 20 минут, да, правильно? 20 минут, да, этот тур? 20 dakika, ha? Təxminən yəni belə, artıq bir 10 dəqiqəlik yol gəlirik. Bizdə biraz qorxu var, müəyyən qədər. İstər-istəməz o da olmalıdır. Amma gəlirik, yəni deyilinə görə dərin yer deyil.